Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün biz ever və neverdən danışırıq. Hər ikisi present perfect-də, yəni indiki bitmiş zamanda işlənir. Ever hər hansı bir vaxtda nə vaxtsa mənasını verir və əsasən sual cümlələrində işlənir. Never isə inkarlıq yaradır, heç vaxt mənasını verir və nöqtə ilə tamamlanır. Biz bunu cümlədə necə tətbiq edəcəyik baxaq. Məsələn, belə bir cümlə verilmişdir. Boşluq göstərilib və sualla bağlanıb. Dedik ki, sual cümləsidirsə ever axtaracağıq və yaxud inkarlıq yaradırıqsa və nöqtə varsa nə olacaq? Never və yaxud hər hansı bir sifətin üstünlük dərəcəsində olan cümlədir. Burada biz ever istifadə edəcəyik. Məsələn, the best, the most və s. sözlərin istifadə etdiyi bir cümləyə baxaq. Burada boşluq göstərilib və the most da öz yerində. Ona görə ever istifadə edəcəyik. Bu cümləni, bu tapşırığı özünüz sərbəst şəkildə yerinə yetirin, şərhlərə yazın. Növbəti dərslərdə görüşənədək sağ olun.